Bizə bir Allah Taala'nın bir hədiyyəsi kimi oldu həmən gün orada. Ərazini qatı bir duman bastı. Hətta düşmənin orada bizdən xəbəri yox idi ki, biz oraya yerləşmişik. Deyək ki, o taborun orada son fərdinə qədər şəhid olsaydı belə bir seçim bizim üçün qəbul edilmirdi. Döyüş hilələrini bildiyimiz üçün bu hiləyə getmədik. Bölgəyə girdikdən sonra onların oradan çıxma şansı yoxdur. Mütləq bu xalqın qarşısına zəfərlə çıxmalıyıq. Biz gedib oradan təkrar geri qayıdıb xalqımızın üzünə baxa bilmərik. Nəhayət ki, bizim uzun müddət gözlədiyimiz tapşırıq 27 sentyabr tarixində bizə gəldi və biz düşmənin əks hücumunun qarşısına alınması və müqəddəs vətən torpağımızın işğaldan azad edilməsi uğrunda əks hücum əməliyyatının icrasına başladıq. Əks hücum əməliyyatının icrasını ilkin olaraq Murovdağ silsiləsinin Camışdağ yüksəklik istiqamətindən xüsusi döyüş əməliyyatına cəlb edildik. Bu istiqamətli tapşırığımız Kəlbəcər rayonunun Suzluq kəndi istiqamətində idi. Xüsusi döyüş tapşırığımızın icrasını həyata keçirdikdən sonra 2 oktyabr tarixindən etibarən Lələtəpə istiqamətindən Cəbrayıl rayonu ərazisində döyüş və xüsusi döyüş əməliyyatlarının icrasına cəlb edildik. Cəbrayıl rayonu ərazisində düşmənlə geniş təmasımız əsasən Xarovlu kəndi ərazisində oldu. Kəndin sağ tərəfindən yol ilə düşmənin bir ədəd Ural markalı avtomobilin hərəkətini gördük. Bu zaman taborun ön hissəsi yolda sürətli pusku mövqeyi təşkil edərək düşmənin bu texnikasını puskuya saldı və içində hərəkət edən canlı qüvvəni məhv etdi. Bu zamanda da taborun arxa tərəfində, bizim qrupumuz taborun arxa tərəfində idi. Bu zaman eyni yolla düşmən 2 ədəd PDM döyüş maşınının və canlı qüvvəsinin hərəkətini müşahidə etdik. Dərhal qrup komandirinin əmri ilə ərazidə mövqeyi tutaraq düşmənin bizim təyin etdiyimiz ölüm bölgəsinə çatmağını gözlədik ki, düşmən həmən bölgəyə çatan kimi biz düşmən üzərinə hücuma keçək. Düşmən bizim təyin etdiyimiz nöqtəyə çatdıqdan sonra düşmən üzərinə müəyyən taktiki üsullara əməl edərək düşmən üzərinə hücuma keçdik. Bu zaman düşmən PDM-lərini də həmən də zirehli döyüş maşınlarını da xodlu vəziyyətdə qoyub ərazidə qaçmağa başladı. Bəli. Qaçmağa çalışmaqlarına baxmayaraq biz hücumumuz ani anda təşkil edildiyi üçün düşmənin həmin an xeyli canlı qüvvəsini məhv edə bildik. Elədicə bizim qrupda Seyid Vasim var idi. Onun silahlanmasında revolver tipli qumbaratan var. Hansı ki, həmən qumbaratanla hansısa bir mövqeyin əks istiqamətinə də belə asma üsulla atışda icra etmək olurdu. O düşmənin qaç istiqamətinə bu silahla müxtəlif atışlar icra edərək qaçan düşmənin də müəyyən dərəcədə məhv edilməsinə və yaralanmasına səbəb oldu. Bu tapşırığı icra edən zaman Xarovlu kəndinin Cəbrayıl rayon istiqamətində olan ərazidə düşmənin postu var idi. Hansı ki, postdan bizim bu fəaliyyətimizi görəndən sonra düşmən postdan bizim üzərimizə müxtəlif silahlardan, AG silahından, iri çaplı silahlardan, SPG silahından düşmən atəş açmağa başladı. Tabor və qrup komandirlərinin planı əsasən taborun bir hissəsi atəş dəstək tapşırığını icra edəcək və eyni zamanda düşmənin atəşini öz üzərinə çəkəcəkdi. Bir qrup isə həmən post üzərinə hücuma keçəcəkdi. Müəyyən sızlama üsulundan istifadə edərək post üzərinə hücuma keçəcəkdi. Və biz bu tapşırığı peşəkarlıqla icra edərək həmən postda olan düşmən qüvvələrindən məhv etdikdən sonra Cəbrayıl istiqamətində yolumuz açıldı və daha sonra Cəbrayıl istiqamətinə hərəkətə başladıq. Bəli, şəhərin özünə. Cəbrayıl rayonu ərazisində, şəhərində düşmənin 022 saylı xüsusi təyinatlılarının hərb hissəsi yerləşirdi. Hansı ki, o hərb hissə tək o xüsusi təyinatlıların yerləşmə hərb hissəsi yox, həm də ətraf ərazilərdə, cəbhə xəttində, digər istiqamətlərdə düşmənin təminatını həyata keçirdiyi xüsusi strateji əhəmiyyətə malik hərbi hissə idi. Bizə bir Allah Taala'nın bir hədiyyəsi kimi oldu həmən gün orada. Ərazini qatı bir duman bastı. Biz dumanın gəlməsindən istifadə edərək yüksəkliyə yerləşdikdən sonra artıq sanki o duman bizim həmən əraziyə yerləşməyimizi gözləyirdi. Biz və digər dəstələr öz mövqelərini tutduqdan sonra duman tədricən çəkilməyə başladı və biz artıq orada düşmənin hərbi hissəsini
açıq müşahidə etməyə bilir. Hətta düşmən orada bizdən xəbəri yox idi ki, biz oraya yerləşmişik. Yəni biz həmən yüksəkliyə yerləşdikdən sonra yüksəkliyə öz bayrağımızı da uzatmışdıq ki, artıq biz buradayıq. Onlar duman çəkildikdən sonra bizim bayrağı görəndən sonra artıq orada bir təşviş yarandı. Digər taborlar, dəstələr də öz mövqelərini tutduqdan sonra hərbi hissələrinə hücum oldu. Orada şiddətli döyüşlər getdi. Buna baxmayaraq düşmən müqavimət göstərməyə çalışsa da buna nail ola bilmədi. Biz orada yəni lazım olan tapşırığı icra edib hərbi hissənin arama taramasını həyata keçirərək digər bölmələrə təhvil verdik. Gecə vaxtı idi, hansı ki biz Cəbrayıl şəhərinə hələ hərəkət edirdik. Gecə vaxtı idi, orada bizim taborla rastlaşmamışdı, başqa bir dəstə ilə orada rastlaşmışdılar onlar. Yəni həmən atışmanı eşitmək lazımdır. Döyüş tapşırıqlarında belədir. Məsələn, bölmə itki verəndə vəziyyətə görə geri çəkilib, təzədəndən təşkilatlanıb, tərtiblənib, təzədəndən hücuma keçir. Amma bizdə belə bir seçim yox idi. Bizim, yəni ümumiyyətlə özümüzün qəbul etdiyimiz belə bir seçimimiz yox idi. Deyək ki, o taborun orada son fərdinə qədər şəhid olsaydı belə geri addım atmaq, yəni belə bir seçim bizim üçün qəbul edilmirdi. Orada düşmən məsələn həmən bölmənin qarşısında dayanıb da çox itki verib, yəni belə bir darmadağın olmuşlar da artıq. O da 0-22-nin. Bəli. Biz fəaliyyət göstərdiyimiz kimi də düşmənin də öz planları var, öz fəaliyyəti var, öz tapşırıqları var. Onlar da öz, yəni düşmən zəif deyildi. Güclü olan biz idik. Yəni düşmənin də öz, məsələn təsəvvür edin, düşmən uzun müddət orada mövqeylənmişdi. Müxtəlif bütün ərazilərdə məsələn müdafiə postları var idi. Ərazini yaxşı tanıyırlar. Şəhəri neçə vaxtda götürdünüz? Şəhəri bir günə. Bir gün də yox, yəni belə deyim. Bir neçə saat artıq. O 0-22-ni hərb edəndən sonra? Təmiz, hərb hissə girdi, orada təmiz, arama tarama aparıldı. Hücuma keçməmiş bayrağı açmışdıq. Yəni onda məqsəd nə idi? Məqsəd o idi ki, siz mühasirə edəsiniz yoxsa? Bəli, siz düşmən özünü orada rahat hiss edir. O elə bilir ki, burada heç kim yoxdur. O elə bilir ki, o açıq döyüş gözləyir ki, biz bunlar gələcəklər, biz bunlarla girəcəyik döyüşə. Yəni əvvəldən məlumatımız olacaq. Və yaxud da hansısa yerlərdə olan postlarına, müəyyən qüvvələrinə arxaya indilər ki, məsələn oradan keçib gələ bilməyəcəklər. Bizim ora bayrağı sancmaqda məqsədimiz də o idi ki, onlar artıq o bayrağı görəndə istər-istəməz təşvişə düşürlər. Çünki biz daha əvvəl bizlə rastlaşıb da məsələn tamamilə məhv edilən bölmələr var. Yəni bizlə və yaxud da başqa dəstələrlə, xüsusi bölmələrlə rastlaşıb təsəvvür edin, hardasa bir post var, orada 100 nəfərə qədər şəxsiyyət var. Və həmən səhərsi gün məsələn düşmən eşidir ki, həmən postda olan şəxsiyyət tamamilə məhv edilir. İstər-istəməz bu düşməndə bir təşviş yaradır. Psixoloji təşviş. Bəli, ümumiyyətlə düşmənin daha əvvəldən də yəni bizdən necə deyim, o belə deyim, görmüşlüyü var idi. Hansı ki bizim aprel döyüşlərindən əvvəl icra edilmiş, xüsusi təyinatlı qüvvələr tərəfindən icra edilmiş müəyyən xüsusi əməliyyatlar var idi ki, düşmən artıq burada bizim hansı səviyyədə döyüşdüyümüzü görüb artıq o necə deyim, o qorxunun, o təşvişin kökü var idi. Vətən müharibəsində də başlanğıcdan da icra edilən döyüş və xüsusi döyüş əməliyyatları ilə artıq bu kök necə deyim, pöhrələnib düşmənin o canında bir şaxələnməyə başladı. Ona görə də artıq düşmən necə deyim, o xüsusi təyinatlı qarşısında döyüşən bölmə, xüsusi təyinatlı bölmə olduğunu hiss eləyəndən, biləndən sonra əgər bilməyə vaxtı çatsa, o artıq istər-istəməz təşviş edib, yəni bir yol axtarır ki, mən burada necə çıxa bilərəm, necə qaça bilərəm. Cəbrayıl alınandan sonra biz indi bir günlük istirahətə, yəni belə deyim, təkrar təşkilatlanmaq üçün ərazini digər bölmələrə təhvil verib, təşkilatlandıqdan sonra tapşırığımız Hadrut istiqamətində oldu. Tam qaranlıqdır, yəni belə deyim də o bir göz-gözü görməyəcək qədər qaranlıq idi. Hərəkət edirdik, tabur tərkibində hərəkət edirdik. Tapşırıq Hadrut'da olmalı idi. Tapşırıq belə Hadrut istiqamətində idi. Hərəkət edən zaman səslərindən də müəyyən etdiyimiz qədərincə düşmənin 3 nəfər canlı qüvvəsini yəni müşahidə etdik. Bunlar belə yüksək səslə
danışa gedirdilər. Onlar yüksək səviyyədə danışıb. Adətən düşmən belə bir taktika var ki, bu 3 nəfər yem rolunu oynayır. Bir təcrübəsiz bölmədə bunları məhv etmək üçün bunların dalına düşüb ki, bunlar gedim, öldürüm, məhv eləyim. Bu ermənilər 3 nəfər atırlar ki, bizə artıq bunlar bizim gəldiyimizi hansısa yollarla müşahidə ediblər. 3 nəfər də bizim qabağımıza yem kimi atıblar ki, biz düşək bunların dalına gedək. Bunları yerimizi müəyyənləşdirir. Yerimdə bunların pusqu bölgəsinə düşək. Yəni, məqsəd bölmə tərkibində pusqu bölgəsinə salıb məhv etməkdir. İndi biz də təbii ki, bu kimi döyüş hilələrini bildiyimiz üçün bu hiləyə yəni getmədik. Bu 3 nəfərin dalınca düşmədik. Düşmən artıq bizim bunu bildiyimizi, bunların dalınca düşmədiyimizi gördüyünüz məcbur qaydada uzaq məsafədən bizim olduğumuz bölgəyə atəş açmağa başladı. Sizin yeri müəyyən. Bəli, bunlar bizim yerimizi bilib bu 3 nəfəri bizim qarşımıza yem kimi atıblar. Ki biz bunların arxasınca düşüb daha uyğun bölgəyə gedək ki, yəni bunlar bizi rahat şəkildə məhv eləyə bilsin. Ümumiyyətlə pusqu icra edilən zaman pusqu bölgəsi ölüm bölgəsi deyilir. Ona müəyyən edilir. Hansı ki bölmə o bölgəyə girdikdən sonra onların oradan çıxma şansı yoxdur. Həqiqətən həmin bölgəyə girdinsə peşəkarlıq səviyyəndən asılı olmayaraq həmin ölüm bölgəsindən çıxmaq çətindir. Çıxsan da yəni böyük itkilərlə oradan çıxmaq mümkün olur. Bu 3 nəfər necə oldu? Bu 3 nəfər təbii ki, hərəkət edib öz postlarına getdi. Düşmən artıq bizi uzaq məsafədən atəş açmağa başladı. Hətta düşmənin o postu xüsusilə çox gücləndirilmiş post, təsəvvür edin, postda tank. Xeyr, Hadrut istiqamətdən hərəkət edirdik. Ya bu ərazini Cəbrayıl ərazisi adlandıra bilərik, Cəbrayıl ərazisində. Təsəvvür edin, düşmənin orada həmin postunda tank var idi. Hava hücumundan müdafiə üçün məsələn şilka adlandırılır. Həmən silah var idi, AQS silahı var idi, müxtəlif min atan silahları var da düşmən artıq uzaq məsafədən məcbur qaydada bizə atəş açmağa başladı. Bu zaman biz də təbii ki, yəni o atəş bölgəsindən çıxmaq lazım idi. Bu zaman bizim taborun arxasında olan bir bölmə, bir qrupun, yəni burada bir fədakarlığını qeyd eləmək istəyirəm ki, məsələn həmin qrup düşmən də yəni gecə vaxtı olduğuna görə bizi o qədər də yəni müşahidə edə bilmir. Onlar ancaq məsələn biz atəş açaraqsa bizim atışımızın hansı istiqamətdən gəldiyini görə müəyyən edib ora atəş açmağa başlayırdı. Bu zaman həmin qrup yəni atəş açmağa başladı. Yəni taborun şəxsiyyəti həmin qrupun fədakarlığı sayəsində həmin bölgədən çıxıb yenə həmin ərazidə çox da uzun yox, 100 metr bizdən sağ istiqamətdə düşmənin özünün üçün qazdığı səngər var idi. Həmən səngərdə mövqeyləndik, amma həmən qrupumuz var ki, hansı ki taborun atəş pusqu bölgəsindən çıxmaq üçün öz atışı öz üzərinə çəkən qrupun şəxsiyyət, məsələn qrupun komandiri Kapitan Hüseynov Nəbi və həmən qrupun baş kəşfiyyatçısı Gizir Ələkbərov Naiq həmən ərazidə şəhid oldu. Yəni belə deyim də, yəni taborun digər şəxsiyyət məsələn onların fədakarlığı sayəsində həmən ərazidən çıxdıq və qeyd etdiyim səngərdə mövqeylənərək təkrar düşmənlə orada açıq döyüşə girdik. Gecə vaxtı idi. Müəyyən qədər döyüşdükdən deyək, bir atışma gedəndən sonra biz artıq gördük ki, burada necə deyim, döyüşün mənası yoxdur. Çünki məsafə uzaqdır, biz sursatımızı bitirə bilmərik. Ya bunun üçün artıq yəni hətta orada qrup komandirimiz, bizim qrup komandiri düşmənin postu üzərinə artilleriya yönləndirdi. Düşmənin orada həmin postu yəni xüsusi möhkəmləndirilmiş betonlardan tikilmişdi. Yəni təsəvvür edin, orada artilleriya mərmisi gəlir, top mərmisi gəlir, posta dəyir, partlayır. Yəni o deyirəm o mərminin torpaqda partlamağı ilə, yəni betona dəyəndə və yaxud da asfalt yerdə partlamağını, yəni o fərqi hiss eləmək olur. Təsəvvür o mərmi gəlir, orada dəyir, mövqeyə dəyir, partlayır. Partlayışdan sonra həmin mövqedən yenə atış gəlir. Yəni bu qədər gücləndirilmiş mövqe idi ki, ora yəni artilleriya mərmiləri də bir şey edə bilmir. Artıq bunun mənasız olduğunu görəndən sonra nə artilleriya yönləndirməndə, eləcə də öz döyüşümüzü də yəni saxladıq. Artıq hava işıqlanana yaxın ərazini müşahidə etdik. Yəni bizim buradan düşmən üzərinə hücum etməyimiz ümumiyyətlə heç bir taktiki üsula uyğun gəlmir. Yəni bizim ora hücumumuz qeyri-mümkündür. Yəni ən azından sürətli şəkildə
əldə eləməyimiz qeyri-mümkündür. Çünki düşmənlə bizim aramızda dərə yatağı var. Düşmən həmən dərə yatağın yəni açıq görür. Əlində olan silahlar, yəni təsəvvür edin, düşmənin tank var və yaxud da başqa silahlar var ki, yəni ora biz heç bir halda hücum edib nəticə əldə edə bilmərik. Burada artıq biz digər qonşu bölmə ilə planlama icra etdik ki, burada biz düşmənin atışını, hücumunu, düşmənin diqqətini öz üzərimizə çəkəcəyik. Həmən bölmə post üzərinə hücuma keçərək həmən postu götürəcək. Postu darmadağın etdikdən sonra biz təkrarlı, yəni əvvəlki tapşırıq hansı ki, Hadrut istiqamətini tapşırıq icra etməliydik, o istiqamətdə hərəkətimizi davam etdirdik. Hərəkətimizə Hadrut qəsəbəsinin işğaldan azad edilməsində bizim taborun üzərinə qoyulan tapşırıq Füzuli, Qarğabazar, Hadrut yolu var ki, hansı ki, həmən yol, məsələn, Qarakollu kəndi istiqamətində bir kəsişmə var. Füzuli istiqamətindən yol gəlir, həmən orada 4 yol var. Həmən istiqamətdən Hadruta gedən yol var ki, biz o həmən istiqamətdə pusqu mövqeyi təşkil edərək Hadrut qəsəbəsində döyüşən şəxsiyyətə, məsələn, Füzuli istiqamətindən gələ biləcək düşmən qüvvələrinin qarşısını almaq, məhv etmək, eləcə də Hadrutdan qaçıb çıxan düşmən qüvvələrini məhv etmək məqsədi ilə həmən ərazidə mövqeyləndik. Orada da uğurlu əməliyyatlarımız oldu, uğurlu tapşırıqlarımız oldu. Biz Hadrut qəsəbəsi artıq digər bölmələr tərəfindən tam təmizlənib, Hadrut qəsəbəsi üzərində nəzarət təmin edildikdən sonra 12 oktyabr tarixində artıq bizim tapşırığımız Füzuli rayon istiqamətində oldu. 12 oktyabr günü idi, artıq günün batan vaxtı idi. Bir təpə var idi orada. 2 nəfərdir. Təpənin üstə durublar. Biz də onları birbaşa ataşa aça bilmirik. Çünki ərazidə başqa bölmələr də var. Onlar da bizim bölmənin hansısa bir məsələn dozor fəaliyyəti icra edən şəxsiyyət ola bilərdi. Onların geyim formasını da müəyyən eləmək mümkün olmur. Çünki günəş onların arxasından vurduğu üçün biz onların silüetini görürük. Yəni qara formada görürük. Bunların şəxsiyyətini müəyyən etmək üçün tabor komandiri bunları olan istiqamətə bir qrup göndərdi. Bu qrup ora çıxmağa başlayanda bunlar da o təpədən düşdülər. Yəni təpənin istiqamətində getdilər. Bu artıq bizi şübhələndirmişdi. Qrup da mən təpəyə çıxandan sonra qrup orada döyüşə girdi. Qrupun döyüşə girdiyini görəndən sonra tabor komandirinin tapşırığı ilə taborun qalan şəxsiyyəti ilə sürətli şəkildə mövqe tutduq. Artıq biz orada dərə yatağında düşmənin bir artilleriya bateriyasını aşkar etdik. O bateriyaya görə məsələn Cəlal Artunyan'a araşdırsanız də məlumat əldə edəcəksiniz. Cinayətçi açılıb, o cinayətçinin açılma səbəblərindən biri də bu artilleriya bateriyasının məhv edilməsidir. O da niyə? Bunlar bizi müşahidə ediblər, görüblər. Bununla əlaqə hətta orada divizyon olub bateriyada. Divizyonun komandiri əlaqəyə çıxıb ki, bununla bəs də bizə doğru hərəkət edən bu qədər şəxsiyyət var da. O da deyib ki, bizim bölmədir. Narahat olmayın. Bizim bölmə, o da bizik. Bateriyanı məhv elədi. Bəli. Ümumiyyətlə, bizim Füzuli istiqamətində hərəkət edəndə tapşırığımız Füzulinin cənub-qərb istiqamətində yüksəkliyi tutmaq idi ki, yəni bunu biz sürətli şəkildə icra etməliydik. Bu bateriyanın bizim qarşımıza çıxmağı da yəni bizim üçün plansız idi. Bunun üçün biz bateriyanı sürətli şəkildə minimum vaxt sərf edərək məhv edib həmən bizim əsas tapşırığı icra etməliydik. Hansı ki, Füzuli... Nə qədər vaxtda məhv edildilər o bateriyanı? Burada düşmən artıq məhv edildikdən sonra düşmənin müəyyən qədər qalan qüvvəsi bizlə açıq döyüşdə şanslı olmadığını görəndən sonra yəni mövqelərdə gizlənməyə başladılar. Biz də açıq ərazidən düşmən üzərinə hücuma keçdik. Yəni düşmən burada bizim üzərimizə gələn atışı və yaxud da hansı bir fəaliyyəti bizi dayandıra bilməz. Biz lazım olan həddə çatıb düşmən yəni mövqelərə bir-bir girib orada düşmənin məhv etdikdən sonra fəaliyyətimizi Füzuli istiqamətində davam etdirdik. Düşmən də artıq bir müqavimət göstərmək məcburiyyətində, çünki biz artıq gəlmişik.
onu gizlənməyə və yaxud da qaçmağa heç bir şansı yoxdur. Məcbur qaydada bizə qarşı fəaliyyət icra edirdi. Burada bizim bir hərbi qulluqçumuz Gizir Ələkbərov Vüqar şəhid oldu. Açıq döyüşdə mi? Bəli, açıq döyüşdə ürəyindən güllə yarası alaraq şəhid oldu. Bir hərbi qulluqçumuz da mövqedə düşmə mövqeyə girən zaman düşmənlə anidən üz-üzə gəlib, orada qarın nahiyəsindən ağır güllə yarası almışdı, amma təbii olaraq düşməni məhv etmişdi. Daha sonra biz hərəkətimizi davam etdirərək Füzuli rayonu cənub-qərb istiqamətində yüksəkliyi tutduq. Hansı ki, burada düşmən qüvvələri yox idi. Düşmən qüvvələri yerləşmişdi Füzuli şəhərinin özündə, içində. Burada biz mövqeyimizi tutduqdan sonra tapşırığa əsasən biz müşahidə etdiyimiz Füzuli-Şuşa avtomobil yolunu və Məngələnata yüksəkliyini tutmalıydıq. Yalnız biz Məngələnata yüksəkliyi 720 metr olduğu üçün 720 adlandırırdıq. Burada da tabor və qrup komandirlərinin birgə gəldiyi qərara əsasən ilk növbədə Məngələnata yüksəkliyi tutulmalı idi. Çünki Məngələnata yüksəkliyindən Füzuli şəhərini, ətraf kəndləri və xüsusilə də Füzuli-Xocavənd yolunu və xüsusi Füzuli-Şuşa avtomobil yolunu müşahidədə saxlamaq mümkün idi. Bəli. Bu da bizə yəni həmən ərazilərdə hərəkət edən, müşahidə edilən düşmən qüvvələrinin üzərinə artilleriya atışlarını yönləndirməyə imkan yaradır və təbii olaraq da düşmənin bütün fəaliyyətini əvvəlcədən müşahidə etdiyimizə, məsələn, dərin məsafələrdən müşahidə edildiyinə görə əvvəlcədən hansı tədbirlərin görülməsi mümkündür. Həmin yüksəklikdə də ermənilərdir. Həmən yüksəklikdə düşmən, siz necədir? Düşmən bizim fəaliyyətimizi müəyyən edə bilmirdi deyə əvvəlcədən tədbir görə bilmirdi. Onlar orada sadəcə olaraq məsafədən idarə edilən kameralar quraşdırmışdılar ki, onlar da məsələn kameralar vasitəsilə ərazini müşahidə eləsinlər. Qrup artıq ora hərəkət edib, sızmanı icra edib, yüksəkliyi tutub, həmən kameraları zərərsizləşdirdikdən sonra düşmənin xəbəri olmuşdu ki, burada artıq hansısa bir bölmə fəaliyyət göstərir. Ümumilikdə düşmənin bu ərazidə 7 ədəd təminat avtomobilini ələ keçirir. Əsasən atıcı silahlardan istifadə etdiyimizə görə düşmənin orada avtomobil o qədər zərər görmürdü. Eləcə də daşıdığı təminat. Burada əsas məqsəd hərəkət edən canlı qüvvəni məhv etmək idi ki, hansı ki biz bu tapşırığın sonunda düşmənin 7 ədəd təminat avtomobilini daşıdığı təminatla birlikdə ələ keçirdik və bu avtomobillərdə hərəkət edən 30 nəfərə yaxın canlı qüvvəni tamamilə məhv etdik. Burada əsas məqsəd yəni düşmənin bu yoldan hərəkətinin qarşısını almaq idi ki, yəni bu Füzuli şəhərində yerləşən düşmən qüvvələrinin belə deyim, 2 can damarından biri idi. Qüvvələrə dəstək üçün və yaxud da fəaliyyətini təşkil etmək üçün bu yollara düşmənin ehtiyacı var idi. Bu yollardan biri bizim püsku fəaliyyəti nəticəsində tamamilə ələ keçirilib, düşmənin burada fəaliyyəti tamamilə kəsildi. Digəri isə Məngələnata yüksəkliyi, məsələn ki, Füzuli-Xocavənd yolu isə Məngələnata yüksəkliyində yerləşən qrupumuz tərəfindən müşahidədə saxlanılaraq orada düşmənin fəaliyyəti tamamilə dayandırmağa biz nail olduq. Kəşfiyyatın müxtəlif üsulları var. Bu üsullardan biri də döyüşlə kəşfiyyatdır. Hansı ki, bu döyüşlə kəşfiyyatın məqsədi düşmənin məsələn müşahidə olunan və maskaladığı müşahidə olunmayan mövqelərdə gizlətdiyi texnikalar var ki, bunların aşkar edilməsi üçün müşahidənin təşkili vacibdir. Məsələn, müşahidə gözlə aparılan müşahidədə məsələn biz düşmənin gizlətdiyi mövqeləri aşkar edə bilmirik. Bunun üçün döyüşlə kəşfiyyat aparmaq lazımdır ki, hansı ki biz bunu orada yerləşən digər bölmələr və bizim bölmə gecə vaxtı düşmən üzərinə aldadıcı hücuma keçdik. Bu tapşırıq da uğurla nəticələndi. Düşmənin orada gizlətdiyi bütün tankları, digər vasitələri, bizlə idarə olunan raketlərlə və təbii ki, bizə havadan dəstək verən aviasiyalar vasitəsilə məhv edildi. Artıq 13 oktyabr tarixində səhər-səhər biz Füzuli şəhərinə açıq hücuma keçdik. Orada belə bir vəziyyət yarandı. Biz hər bölmənin öz istiqaməti var, öz istiqaməti üzrə hərəkət edir. Bizim bölmənin hərəkət istiqamətində də
düşmənin daha bir artilleriya batareyasını aşkar etdik. Düşmən bu toplara qoyub qaçmışdı yəni bu. Biz bu ərazini təmizləyəndən sonra bir təpəciyin arxasından gördük ki, bizə atış gəlir. Orada o mənə belə gülməli gəldi ki, bu boyda batareyanı, boyda texnikanı burada qoyub gedib orada gizlən oradan bizə 1-1-2-2 güllə atırlar. Füzuli şəhəri arasında da çətin döyüşlərimiz oldu. Düşmənlə istər açıq təmasda, istər mövqeylər arası çətin döyüşlərimiz oldu. 13 oktyabr günorta saatları idi ki, artıq biz Füzulinin demək olar ki, tam olaraq ələ götürdük, nəzarətə götürdük. Amma təbii olaraq düşmənin bura yəni əks hücumları olurdu. Yəni düşmən təkrar olaraq Füzulini götürmək istəyirdi. Orada bir təpəcik var idi. Yolun Şuşa istiqamətinə hərəkət edəndə yolun sağında bir təpəcik var idi. Bizim digər bir xüsusiyyətli bölmə həmən təpəciyə bizim bayrağımızı sancdı. Yəni burada artıq döyüş gedə-gedə, yəni təsəvvür edin. Düşmənlə açıq döyüş gedir, düşmən artilleriyası şiddətli şəkildə işləyir. Amma yəni buna baxmayaraq düşmənə bir psixoloji təsir göstərmək məqsədi ilə artıq biz burdayıq, bura bizimdir, bu mesajı vermək üçün biz şanlı bayrağımızı həmən bölmənin şəxsiyyəti həmən yüksəkliyə sancdı. Düşmən bunu görüb hətta hiddətləndi, yəni həddən artıq hiddətləndi. Təsəvvür edin, hətta bunun üçün o bayrağı, o bayrağın ətrafında olan şəxsiyyəti vurmaq üçün aviasiya belə qaldırdılar. Qırıcılardan belə hücuma keçdilər. Artilleriya mərmiləri sanki bir avtomatdan atılan yəni güllələr kimi o qədər çox gəldi. Yəni elə bir şiddətli artilleriya hücumunu mən döyüş ərzində görməmişəm. Artıq biz bir neçə gün orada Füzuli şəhərinə düşmənin hücumlarını dəf edib, şəhəri tam nəzarətdə saxlayıb, yəni şəhər arasında gizlənən digər düşmən qruplarını məhv edib, şəhəri tam nə bilim, yəni təhlükəsiz vəziyyətə gətirib, digər bölmələrə verdikdən sonra artıq bizim tapşırığımız Xocavənd Şuşa istiqamətində oldu. 19-20 oktyabr tarixində Xocavənd istiqaməti Füzuli artıq tam təhlükəsizlik təmin edildikdən sonra Xocavənd istiqamətində döyüşlərə qatıldıq. Bu Xocavənd istiqamətdə olarkən Böyük Tağlar kəndinin arama-taramasını icra etdik. 29 oktyabr tarixində biz artıq Şuşa kənd istiqamətində bizə bir tapşırıq verildi. Burada düşmən hərəkət etdiyi yolda pusqu mövqeyi təşkil edərək, döyüş fəaliyyəti icra edərək digər bölmələrin, xüsusilə bölmələrinin Daşaltı Şuşa istiqamətində hərəkətini təmin etməliydik. Ümumiyyətlə Vətən müharibəsində döyüş tapşırıqları, məsələn, xüsusilə də xüsusi qüvvələrin, xüsusi icra etdiyi döyüş tapşırıqları konkret olaraq strateji hədəflər istiqamətindədir. Yəni bunun nəticəsində Vətən müharibəsi 44 gün ərzində zəfərlə nəticələndi. Belə, yəni ənənəvi taktiki üsullarla biz döyüş tapşırıqlarını icra etsəydik, Vətən müharibəsi yəqin ki daha uzun müddət, bir neçə ilə belə çəkə bilərdi. Bu tapşırıqların icrasında məsələn taburun konkret olaraq tapşırığı var. Hansısa bir tapşırıqdır. Tabur bu tapşırıq istiqamətində hərəkət edən zaman mümkün qədər maskalanmaya, müəyyən disiplinə əməl etməlidir ki, digər ərazidə olan digər düşmən qüvvələr tərəfindən aşkara çıxmasın. Tapşırığın istiqamətində hərəkət edən zaman hər hansısa bir düşmən qüvvəsini müşahidə edə bilərik. Hətta onu məhv edə bilərik. Amma özümüzü aşkara çıxarmamaq məqsədi ilə o qüvvələrə biz hücuma keçmirdik. Çünki biz əsas o strateji hədəfə nail olduqdan sonra, həmən tapşırığı icra etdikdən sonra bu yerdə qalan belə bir tör-töküntü istər ya qaçıb dağılacaq və yaxud da hardasa bizim gedib hansısa bölmənin belə əlinə keçəcək. Yəni bunun başqa variant yoxdur. Burada Şuşa kənd istiqamətində ərazi müşahidəsi zamanı düşmənin böyük bir mövqeyini aşkar elədik. Hansı ki o mövqeydə düşmənin artilleriyası yerləşmişdi. Şuşa Bəli, Şuşa kənd istiqamətində. Həmən məsələn artilleriyanın üzərinə qrup komandiri bizim artilleriya atışını yönləndirdi ki, həmən artilleriya batareyasını məhv etməyə çalışsın. Sursat anbarı var idi. Düşmən artıq görür ki, bu sursat anbarı da bizim əlimizə keçəcək. Artıq orada olar, gəlib olansa bu fəaliyyəti icra edə bilməyəcək. Düşmən öz sursat anbarını vurdu, partlatdı. Yəni təsəvvür edin, sursat anbarı bir neçə saat
partladı. Orada olan mərmilər bütün o meşəliklərə, ərazilərə yayıldı. Həmin o mərmilərin ətrafa saçılmağı nəticəsində mənim meşəlik ərazilərdə yanğın da başladı. Artıq biz bu tapşırığı da uğurla nəticələndirdikdən sonra Şuşa istiqamətində hərəkət etməyə başladıq bizim tabur. Və artıq 31 oktyabr tarixi səhər idi. Tabur komandirinə tapşırıq gəldi. Tapşırığımız Şuşa-Laçın yoluna çıxmaq idi. Düşmənin Şuşa-Laçın yolunda fəaliyyətin qarşısını almaq idi. Daşaltının sol istiqaməti, yəni Pramod Daşaltıdan çıxmaq, yəni düşmən bizi orada belə deyim, Şuşanı işğaldan azad etməkdən ötəri düşmənin o birinci orada hərəkət etdiyi yolları nəzarətə almaq lazımdır ki, həm şəhər içində olan canlı qüvvə çıxa bilməsin, həm də şəhər içərisində olan canlı qüvvə dəstək gələ biləcək, məsələn, təminatlı və yaxud da digər canlı qüvvə keçə bilməsin. Bunun üçün birinci yollar tutulmalıdır. Bu tapşırıq da bizim taburun üzərinə qoymuşdu ki, bizim tabur Daşaltı kəndinin sol istiqamətindən hərəkət edərək, yəni Şuşa-Laçın yoluna çıxıb yolu nəzarətə götürsün. Çox təəssüflər olsun ki, bu tapşırığa qatılmaq mənə qismət olmadı. Yəni mən həmən ərazidə düşmənin atdığı minata mərmisinin partlaması nəticəsində sol qılçamdan yaralandım. Burada məndən əlavə də digər yaralılar da var idi. Ümumiyyətlə, döyüş zamanı xüsusi təyinatların təxliyəsini və təminatını həyata keçirmək çox çətindir. Yəni, bu döyüşdə biz gördük, məsələn, xüsusi təyinatlar davamlı olaraq düşmən içində və düşmən arxasında olduğu üçün o xüsusi təyinatlara təminat və təxliyəni təşkil etmək çətindir. Çünki həmən əraziyə təxliyəni və təminatı həyata keçirmək üçün məcbur şəkildə avtomobillə hərəkət etmək lazımdır. Və bunu da həmən biz olduğumuz ərazilərə avtomobillə gəlmək və getmək çətindir. Çətin hətta mümkünsüzdür, çünki o həmən hədəf mütləq qaydada düşmən tərəfindən vurulacaq. Bunun üçün bizim yaralılarımızı da ərazidən çıxarır, çünki tabur tapşırığı alıb hərəkət etməlidir. Məsələn, yaralılara görə orada gözləyə bilməz. Bu artıq bir də yaralanmışıq, tabur hərəkətini təşkil etməlidir. Bu zaman bizim bir hərbi qulluqçu, Quliyev Volxan bizə yaxınlıqda olan kəndə doğru gedib, aramızda bu xeyli məsafə var idi. Həmən əraziyə gedib, həmən kənddə bizim digər bölmələr yerləşmişdi və istərsiniz kənddə də yəni düşmənin qoyub getdiyi mülk avtomobillər var idi. Həmən avtomobillərlə bizə yaxınlığımıza gəlib, bizi həmən ərazidən təxliyə edib, yəni təxliyəmizi təşkil etdi. Bizim tabur Şuşa-Laçın yolunda tapşırığını uğurla icra etdikdən sonra Şuşa şəhərinin də işğaldan azad edilməsində yəni öz fəaliyyətini icra etdi. Hətta bizim tabur tapşırığını icra edən zaman düşmən, yəni qeyd etdiyim kimi Şuşaya hücum olduğunu, Laçın istiqamətindən böyük qüvvə ilə Şuşa istiqamətinə gəlib, məsələn, orada yerləşən bölmələrimizə hücum təşkil etməyə çalışırdı ki, hansı ki, bizim tabur həmin hücumun qarşısını almışdı, yəni orada düşmən qüvvələrini məhv edib. Yəni, əsas orada məqsəd məhv etmək deyil, məqsəd yəni, həmin hücumun qarşısını almaqdır. Təbii ki, də döyüş ərzində də düşmənin canlı qüvvəsi məhv edilirdi. Kəlbəcər rayon ərazisində tapşırığımızı icra edib, Cəbrayıl rayon istiqamətində hərəkət edərkən Beyləqan, Füzuli rayonlarının ərazisindən keçdik avtomobillə. Böyük bir kolon hərəkət eləyir. Bu rayonlardan keçəndə, yəni bütün xalqımızı biz belə deyim, küçələrdə gördük. Kimsə yəni hərə öz əlindən gələni etməyə çalışır, kimsə nəsə verməyə çalışır bizə. Bu biz məsuliyyətimizi dərk edirik təbii olaraq ki, bizim bir xalqımız, dövlətimiz qarşısında bir məsuliyyətimiz var. Bizim qarşımıza qoyulan tapşırıq var, biz torpaqlarımızı işğaldan azad etməliyik. Amma xalqımızın məsələn o canpəşanlığı bizim məsuliyyətimizin üstünə, yəni də qat-qat daha bir məsuliyyət gətirib, hətta bizim üstümüzə bir ağır bir yük qoydu. Hətta orada bizim avtomobildə hərəkət edəndə vəziyyəti görürük, hamı susqun belə baxırıq ki, biz cəmaət bizə inanır. Bizə inan var. Biz bunu necəsə öhdəsindən gəlməliyik. Orada bizim bir yoldaşımız bir cümlə işlətdi ki, biz ya gedib
torpaqlarımızı azad etməliyik. Ya da ölüb orada qalmalıyıq da bizim ikinci bir şansımız yoxdur. Yəni biz mütləq bu xalqın qarşısına zəfərlə çıxmalıyıq. Biz gedib oradan təkrar geri qayıdıb xalqımızın üzünə baxa bilmərik.